Ruhi xəstəliklərin kəskinləşməsinin əsas səbəbləri nədən ibarətdir? İnsanlar, ruhi xəstəliklərə düçar olmuş insanlar uzun müddət müalicə olunurlar. Əgər bu müalicə prosesinə cəlb olunurlarsa, könüllü sürətdə, yəni özləri müalicə prosesini keçmək istəyirlərsə, əlbəttə qeyri-könüllü müalicə üsulları da var, müalicə metodları da var. Bu qanunvericilikdə nəzərdə tutulmuş hallarda həyata keçirilir ki, xəstənin öz iradəsindən asılı olmayaraq, onun istəyindən asılı olmayaraq, xəstə sosial təhlükəli olduqda və başqa hallarda xəstəni məcburi halda müalicə prosesinə cəlb edirlər. Mən məcburi müalicə prosesinə danışmayacağam. Könüllü olaraq xəstə müalicə olunur. Fikir verin. Xəstə dərmanları qəbul edir, xəstənin vəziyyəti yaxşılaşır, psixozdan çıxır, sonra saxlayıcı müalicə tətbiq olunur. Yəni onun həmin o krizisdən çıxandan sonraki vəziyyətini bir qaydada saxlamaq üçün müəyyən az miqdarda preparatlar təyin olunur ki, xəstə onları daima bəzən də ömrü boyu qəbul etsin. Xəstələr nə edirlər? Ümumiyyətlə, bu artıq xəstəliyin səbəbindən deyil. Bu, insanlara məxsus olan qeyri-intizamlılıq, bütün insanlara məxsus olan nadanlıq, qeyri-intizamlılıq, xüsusən də əgər bu ruhi xəstədirsə, xroniki ruhi xəstədirsə, əlbəttə bu faktor da öz təsirini göstərir. Amma belə hərəkətin əsas səbəbi məhz ruhi xəstə insanın davranışı deyil, yəni sağlam, psixi cəhətdən sağlam insanın davranışının xüsusiyyətidir. Çünki çox nə qədər qəribə də olsa, nə qədər gözlənilməz də olsa, mən qeyd eləməliyəm ki, biz çox vaxt ruhi xəstələri sağlam insanlardan daha intizamlı şəkildə görürük. Yəni, onlar daha intizamlı olurlar, nəinki sağlam adamlar. Həm də burada bir faktor var ki, ruhi xəstə, əgər öz ruhi xəstəliyindən çox əziyyət çəkirsə, misal üçün, müəyyən emosional vəziyyətlər var ki, ruhi xəstələr ona dözməkdə çətinlik çəkirlər, onları aradan qaldırmaq məqsədi ilə müalicəyə könüllü sürətdə cəlb olunurlar özləri. Yəni, bəzi hallarda da onlar öz vəziyyətlərini həm dərk etmirlər, həm də öz vəziyyətləri onlara adi gəldiyinə görə, amma əslində qeyri-adi vəziyyətdir, yəni adekvat vəziyyət deyil, onlar könüllü müalicədən imtina edirlər. Demək, könüllü müalicənin bütün bu halları zamanı belə bir vəziyyət meydana çıxır. Xəstə müalicə olunur, yaxşıdır, krizisdən çıxıb, biz xəstəyə az dozada dərman təyin eləmişik ki, get bunu həmişə qəbul elə, yəni bunun orqanizmə də heç bir ziyanı yoxdur ki, sənin xəstəliyin kəskinləşməsin. Xəstə müəyyən dövrdən sonra, tutaq ki, bir bayram olur. Bax, fikir verin. Yeni il bayramıdır, nə bilim, hansısa bəzi insanların belə adətləri var. Deyir, biz hər ayın, nə bilim, neçəsindəsə, mən dostlarımla, əgər qadındırsa, deyir, rəfiqələrimlə biz gedirik təbiətin qoynuna, orada şərab içirik, nə bilim, orada yeyib içmək məclisidir, başqa yəni məsələlərlə məşğul oluruq. Xəstəyə başa salırsan ki, bunlar sənə olmaz. Əgər sən həyatını dəyərli, yəni sağlam, normal insan kimi yaşamaq istəyirsənsə, bu məsələlərdən əl çəkməlisən. Və bu xəstəyə çox ağır gəlir. Xəstə deyir ki, necə, mən əvvəlki adətlərimdən, əvvəlki o mənə həzz, ləzzət gətirən şeylərdən əl çəkməliyəm, mən şərab içmək istəyirəm. Hətta mən sizə bir müşahidəmi deyim ki, qadınlar belə narazılığı çox ifadə edir, nəinki kişilər. Kişi xəstələri bəzən daha intizamlı olurlar, nəinki qadın xəstələri. Bizdə, onun da yeri gəlmişkən deyim ki, Azərbaycanda şərab ölüsü olan
şərab düşkünü olan, spirtli içkilər düşkünü olan, pivə, şərab, bəzən hətta araq, konyak, yəni ümumiyyətlə spirtli içkilərin düşkünü olan qadınların sayı gün-gündən artır. Mən hələ narkotiklərdən danışmıram, mən məhz spirtli içkilərdən danışıram. Yəni qadın gəlir, psixozdan çıxıb çox çətinliklə, nəzərinizə onda çatdırım ki, qadınların psixozdan çıxması kişilərə nisbətən çox çətin olur. Biz bunu psixozdan çıxartmışıq, yaxşıdır. Yəni şizofreniyadır, bipolyar psixozdur, orqanik psixozdur, başqa psixozlardır. Yəni istənilən psixoz. Biz bunu vəziyyətdən çıxartmışıq çox çətinliklə. İndi bu xəstə istəmir. O bizim qoyduğumuz rejimə tabe olmaq istəmir. Deyir, yox, bilirsiniz, deyir. Mən hər ayın 25-də tutaq ki, nə bilim, hər ayın neçəsində, hər 6 ayda bir dəfə baxır da bu insan necə yaşayıb xəstəliyə qədər. Mən deyir, gedirəm rəfiqələrimlə, padruqalarımla, təbiətin qoynuna, bizim deyir, bizə qulluq göstərən, bizim ehtiyaclarımızı ödəyən müəyyən samballı kişilər də var, onlar da bizlə gedir. Biz gedirik orada şərab içirik, biz gedirik orada müəyyən başqa işlərlə məşğul və bu bizə, bilirsiniz, bu bizim həyatımızı tonuslandırır. Yəni insanlar bizim xəstələrin müəyyən bir səsi və onların qohumları başa düşmək istəmirlər ki, hər bir xəstəlik insanın həyatını məhdudlaşdırır. Təkcə psixi xəstəliklər yox, eyni zamanda bədən xəstəliklərində bir çoxu insanın həyatını məhdudlaşdırır. İnsan əvvəlki yediyi şeyləri yeyə bilməz bəzi xəstəliklərdə, siz bilirsiniz. İnsan, tutaq ki, bu xəstəliyə qədər qaça bilərdi, tullana bilərdi, nə bilim, gedib hansısa soyuq bir yerdə günlərlə qala bilərdi, amma bu xəstəlikdən sonra ona icazə verilmir, çünki bu faktorların təsiri nəticəsində onun xəstəliyi kəskinləşə bilər. Mən hələ danışıram terapevtik xəstəliklərdən, yəni qeyri-psixiatrik xəstəliklərdən. Misal üçün, mən bir misal çəkim, hər bir insan bilir ki, soyuq yerdə qalmaq və duzlu qidalardan istifadə etmək böyrək xəstələrinə qətiyyən olmaz. Yəni, bu qaydada olan həkim qadağaları, tibbi qadağalar bütün xəstəliklərdə var. O cümlədən də psixi xəstəliklərdə, ruhi xəstəliklərdə də var. Yəni, biz xəstəyə başa salırıq ki, hörmətli xəstə, sən psixozdan çıxmısan. Yəni, tam dəyərli vətəndaş kimi fəaliyyət göstərirsən, yaşayırsan, iş qabiliyyətin bərpa olunub, ailəndə sülh yaranıb, yəni sən əvvəlki kimi əgər qadındırsa, öz həyat yoldaşı ilə, kişidirsə, öz qadını ilə münasibətləri bərpa olunub, ailədə uşaqları ilə münasibəti bərpa olunub, yaxın adamları ilə münasibəti bərpa olunub, bunun iş qabiliyyəti qayıdıb geri, yəni bu işləyir, fəaliyyət göstərir, amma bunlar, bu məsələlər, bu artıq insanın təbiətinin naqisliyindən irəli gəlir. Yəni də deyirəm, burada xəstəliyin heç bir rolu yoxdur. İnsan təbiətcə o qədər naqis bir məxluqdur ki, o elə bilir ki, bunun hamısı buna havai qismət oldu. Bu bir anlıq yox, bu artıq həmişəlik yadından çıxardır ki, bunu psixozdan çıxardana qədər özü nə qədər əziyyət çəkib. Bunu psixozdan çıxardan həkim nə qədər əziyyət çəkib. Bunun yaxın adamları nə qədər əziyyət çəkib. Bunun hamısını unudur və ancaq başlayır. Buna elə gəlir ki, bu artıq tam sağlamdır. Mən onu da qeyd edeyim ki, heç bir xəstəlikdən tam sağalma təbabətdə mövcud deyil. İstənilən xəstəlikdən siz çıxmısınızsa, yaxşılaşmaya çıxmısınızsa, remisiya çıxmısınızsa, mən yenə də qeyd edirəm, bu təkcə psixiatrik xəstəliklərə aid deyil, bu ümumiyyətlə insan həyatında rast gəlinən bütün xəstəliklərə aiddir. Siz remisiya çıxmısınızsa,
Bu o demək deyil ki, siz tamamilə sağalmısınız və siz öz remisiya vəziyyətinizi saxlamaq üçün müəyyən məhdudiyyətlərə tabe olmalısınız. Buna deyirlər tibbi məhdudiyyətlər. Və bu məhdudiyyətləri siz gözləməsəz, yenə siz qayıdacaqsınız xəstəliyin kəskinləşmə dövrünə. Yəni siz necə əvvəl birinci dəfə xəstəliyində nəcür olmuşdursa, elə də olacaqsınız. Mən yenə də başqa sahələrdən misal çəkim. Misal üçün, mədə 12 barmaq bağırsaq xorası ilə əziyyət çəkən adama terapevtlər, cərrahlar, gastroenteroloqlar tapşırırlar ki, sənə spirtli içkilərdən istifadə eləmək olmaz. Sənə müəyyən qida maddələrindən istifadə eləmək olmaz. Yoxsa xora yenə açılacaq və yaxud da yeni xora əmələ gələ bilər, əgər xora tamamilə çapıqlaşıbsa. Bu adam bunu başa düşmür. Deyir, elə sağalmışam, vəssalam. Əşi, həkimlərdir də danışırlar, deyir. Deyir, həkimlərin işi peşəsi danışmaqdır. Yəni, bəzi xəstələr bunu, xəstələrin qohumları və özləri belə fikirləşir. Eyni fikirdə bizim xəstələrdə olur, yəni psixiatrik xəstələr. Xəstəyə tapşırırsan ki, spirtli içkilər içmək olmaz. Çünki spirtli içkilər 100% hallarda, burada heç bir faiz azlığı söhbəti yoxdur. Mən bunu öz təcrübəmdən deyirəm ki, istənilən spirtli içki, hətta ən az miqdarda istənilən ruhi xəstəliyi kəskinləşdirir, onu əvvəlki vəziyyətinə qaytarır. Mən uzun müddət keçmiş Sovet respublikalarından birində uzun müddət psixiatrik xəstəxanalarda həkim psixiatr işləmişəm və çox ağır xəstələrdən işləmişəm. Həmin ağır xəstələr vəziyyətdən çıxırdı. Mən həmişə belə görmüşəm. Yəni ki, belə də olur, bu elm tərəfindən də sübut olunub. Xəstə ağır vəziyyətdən çıxır, onu əlbəttə ömrü boyu xəstəxanada qala bilməz. Onu biz yazırdıq evə, yəni onu xəstəxanadan buraxırdıq. Artıq bu adam remisiya çıxıb və tapşırırsan ki, bu artıq ağlı başında olan, adekvat, ətraf mühiti adekvat qəbul edən insandır. Yəni, bu demək olar ki, sağalıb. Yəni, doğru dildə desək. Əlbəttə, bu heç bir xəstəlikdən sağalma olmur. Mən yenə də deyirəm. İstir terapevtik xəstəlik olsun, istir endokrinoloji xəstəlik olsun, istir psixiatrik xəstəlik olsun. Yəni, xəstə yaxşı olub, remisiya çıxıb. Biz buna tapşırırıq ki, sən bundan sonra bir qədər həyat tempini aşağı salmalısın. Spirtli içkilərdən qətiyyən istifadə eləmək olmaz, maşın sürmək olmaz. Konkret psixiatrik xəstəliklərdən söhbət gedir. Maşın sürmək olmaz, texnika idarə eləmək olmaz, hətta motosiklet də sürmək olmaz, uzaq başı velosiped sürə bilərsən. Həddindən artıq cinsi əlaqələrdə partnyorları dəyişmək olmaz. Partnyorluğa fikir verin. Psixi xəstəliklərdə necədir? Psixi xəstə yaxşıdır, remisiya çıxıb. Biz onu vəziyyətdən çıxartmışıq. Bu, tez-tez partnyor dəyişirsə, partnyor kimdir? İnsandır. Hər insan kommunikasiyası, yeni insan kommunikasiyası psixi xəstəyə ağır təsir eləyir. Ona lazımdır ki, hər partnyoru dəyişdikcə, bu partnyorun müəyyən xüsusiyyətlərinə öyrəşsin. Hətta bu partnyor qısa müddətli onun cinsi partnyorudursa. Yəni, bunun hamısını biz xəstəyə başa salırıq. Xəstənin qohumlarına başa salırıq. Amma xəstə bunu heç birinə əməl eləmir. Ən pis, deməli, 100% kəskinləşmə verən faktor spirtli içkilərdir. 100% kəskinləşmə verir spirtli içkilər. Əgər psixi xəstə yaxşı olubsa, xəstəxanadan bayıra çıxıbsa və yaxud da evdə müalicə olunub, yaxşı olubsa, ona kifayət eləyir cəmi bir balaca rumka dilləri 50 millilitri, 25 millilitri hətta rumkada spirtli içki qəbul eləmək. Fərqi yoxdur. Bu şərabdır, pivədir, kanyakdır, araqdır, likördür, nə bilim, viskidir. Bunun heç bir əhəmiyyəti yoxdur. Azacıq spirtli içki bu miqdarda kifayət eləyir ki, onun bütün əvvəl bizim apardığımız müalicə prosesləri hamısı gedir
havaya uçur gedir və xəstəlik təzədən bütün qüvvəsi ilə baş qaldırır. Bütün qüvvəsi ilə baş qaldırır. Və burada bir faktor da öz negativ rolunu oynayır ki, xəstə əgər eyni zamanda bizim ona öz yaxşı vəziyyətini saxlamaq məqsədi ilə təyin etdiyimiz dərmanları içirsə və onları içə-içə, bu çox pis haldır, onları içə-içə gedir, spisli içkilər də içirsə, əşi deyir, dərmandır da, 1-2 tabletka dərman içmişəm, nə olar, onun üstündən gedib araq da içəcəm, onun üstündən gedib şərab da içəcəm. Vəssalam, xəstənin kitabı bağlandı. Xəstəyə kömək eləmək çətin olur. O dərmanların parçalanma məhsulları ilə spirtli içkilər qarışır. Bu, mərkəzi sinir sistemi üçün, baş beyin üçün çox aktiv. Əgər adi spirtli içki adi toksin kimi qiymətləndirilirsə, zəhər kimi qiymətləndirilirsə, bizim dərmanlarla qarışmış spirtli içki artıq 100 dəfə güclü toksin kimi qiymətləndirilə bilər. Və həmin 100 dəfə gücləndirilmiş toksin gedir beyində həmin o ruhi xəstəliyi təzədən çiçəkləndirir, onu yenidən ortaya çıxardır. Və əmələ gəlir ruhi xəstəliyin kəskinləşməsi. Bu adam remissiyada idi, qəşəng vəziyyətdə idi, davranışı, yəni iş qabiliyyəti, bütün həyatı bunun normaya düşmüşdü. Yəni onu görən adamlar deyirdilər ki, belə olur, yəni ki, belə də olur. Deyir, bu elə yaxşıdır ki, gözdəyməsin, elə bil, elə o sağlam vaxtları kimidir. Elə sağalma budur da. Bəzi adamlar deyir ki, doktor, mən sağalacam. Bəs sağalmısan da, remissiya çıxmısan, bu sağalmadır. Səndən bir dənə şey tələb olunur. O 2-3 tabletka dərmanı hər gün qəbul elə, amma spirtli içkilərdən istifadə eləmə. Cinsi partnyorları tez-tez dəyişmə. Amma birinci yerdə yenə də spirtli içkilərdir. Yenə də spirtli içkilərdir. Və yaxud da başqa məsələlərə riayət elə, maşın sürmə, texnika idarə eləmə. Bunların hamısı mən növbə ilə, görürsünüz, birinci yerə mən qoyuram spirtli içkiləri. İkinci yerə mən qoyuram cinsi partnyorları tez-tez dəyişmək. Üçüncü yerə mən qoyuram texnikanı idarə eləmək. Yəni, bunlar belə ardıcıllıqla psixi xəstəliyi çiçəkləndirmək qabiliyyətinə malik olan faktorlardır. Lakin birinci yerdə spirtli içkilərdir. Ən dəhşətlisi spirtli içkilərdir. Spirtli içki içən ruhi xəstə, xroniki ruhi xəstə o 100% kəskinləşməyə düşür. Təbiidir ki, kəskinləşməyə düşəndə də o artıq dərmanları qəbul etməyəcək. Çünki kəskinləşməyə düşmək nədir? Tənqid itib gedir. Tənqid olmayan xəstə dərman içməyəcək və vəssalam, xəstəlik bütün qüvvəsi ilə xəstəni sarır. Xəstəni sarır bütün qüvvəsi ilə. Və lazımdır ki, xəstə təzədən gəlsin, ya xəstəxanaya girsin, sıfırdan başlasın müalicə olunmağa, ya da ev şəraitində bunu biz gərək sıfırdan başlayaq müalicə eləməyə. Yəni, mən küllü miqdarda öz fəaliyyətim dövründə həm ambulator qəbulda, mən yenə də qeyd edirəm, uzun müddət keçmiş Sovet Respublikalarının birində, uzun müddət məndə çox ağır xəstələr yatan psixiatrik xəstəxanalarda işləmişəm və mən həmişə görmüşəm ki, eyni xəstə, hətta belə olur, fikir verin, xəstəni biz buraxırdıq evə, yazırdıq evə, xəstə çıxdı xəstəxanadan. Böyük bir 3000 çarpayılıq xəstəxanada mən həkim psixiatr işləyirdim. Xəstəni biz buraxdıq evə, yazdıq evə, sağollaşdıq, çox yaxşı vəziyyətdə. Biz də sevindik, xəstə də sevindi, qohumlar da sevindi. Bir aydan sonra xəstə, fikir verin, psixi xəstəliyin kəskinləşməsi vəziyyətində, yəni şizofrenikdirsə, paranoid sindromla, izləmə sayıqlamaları ilə, psixi avtomatizmlərlə, eşitmə qallüsinasiyaları ilə, yəni həmin ağır vəziyyətdə, biz birinci dəfə gördüyümüz ağır vəziyyətdə və eyni zamanda sərxoş vəziyyətdə, yəni bu gedib içib,
Xəstəxanadan çıxan kimi gedib bir butulka araqdan qoyub qabağına, yaxşı içib, eyni zamanda bizim dərmanları da içib, özə bilirsiniz xəstələr nə deyir? Deyir, mən dərmanlarımı içirdim də, siz məndən nə istəyirsiniz? Biz bunlara başa salmışıq ki, dərmanla spirtli içki bir yerdə içilə bilməz. Sən spirtli içkidən ümumiyyətlə uzaq durmalısan. Dərman içdin ya içmədin, spirtli içki olmaz. Bütün bu məsləhətləri tamamilə başqa cür qiymətləndirir artıq. Rejimə əməl eləmir və düşür kəskinləşməyə. Deməli, mən qeyd etmək istəyirəm ki, psixi xəstəliklərin kəskinləşməsində ən ümdə rol oynayan faktor spirtli içkilərdir. Və başqa psixotrop, psixoaktiv maddələrdir. Əlbəttə, bura aiddir başqa narkotiklər, başqa psixoaktiv maddələr, qeyri-müalicə metodu, qeyri-müalicə xarakteri daşıyan, qeyri-müalicəvi xarakteri daşıyan psixoaktiv maddələr. Yəni, onları xəstə qəbul edirsə, əlbəttə, onun ruhi xəstəliyi kəskinləşir və yenidən o həkim, psixiatrın həmin o qlobal müalicəsinə möhtac qalır. Ona görə də, əgər xəstə psixozdan çıxıbsa, onun qohumları, özü, yəni, nəzarət eləməlidirlər ki, xəstə heç bir psixoaktiv maddədən, xüsusilə spirtli içkilərdən istifadə eləməsin. İndi siz baxın, hətta başqa psixoaktiv maddələr, hansılar ki, hətta qadağan olunmuş psixoaktiv maddələr, əlbəttə, onlar da psixikanı çox kəskin şəkildə pozurlar və ruhi xəstəliyin kəskinləşməsinə səbəb olurlar. Lakin çox maraqlıdır ki, spirtli içkilər kimi güclü və tez bir zamanda psixi xəstəliyi, istənilən psixi xəstəliyi kəskinləşdirən maddə, ikinci bir maddə yoxdur. Spirtli içki nəyə görə? Spirtli içkilər bütün psixoaktiv, qadağan olunmuş və qadağan olunmamış psixoaktiv maddələrin içərisində özünü ən pis tərəfdən xarakterizə edən psixoaktiv maddədir, spirtli içkilər. Ona görə də spirtli içkilərdən istifadə edən ruhi xəstələr heç vaxt sağalma haqqında düşünə bilməzlər. Bu sağalma mümkün olmur.